Oğuzda sahibsiz itlər toplanaraq sığınacağa yerləşdirilib. Küçə heyvanlarına qarşı humanist yanaşma. Oğuz rayon icra hakimiyyətinin təşəbbüsü ilə şəhər ərazisində yaralı və peyvəndə ehtiyacı olan sahibsiz itlər sığınacağa yerləşdirilib. Belə ki, sakinlərin çoxsaylı müraciətlərini nəzərə alaraq rayon icra hakimiyyəti tərəfindən Aidiya İctimai Birliyinin heyvanlara qayğı mərkəzinə müraciət edilib və mərkəzin əməkdaşları tərəfindən itlər tutularaq sığınacağa yerləşdirilib. Sakinlər bu addımı alqışladıqlarını bildiriblər. Oğuz şəhərində, rayonun bir sıra yerlərində narahatçılıq doğuran məsələlərdən biri də sahibsiz itlərin baş alması, çoxalması, insanların rahat hərəkətinə, istirahatinə mane olması idi ki, bu sayədə də görülən işlər həqiqətən də ürək açır. Rayon icra hakimiyyətinin rəhbərliyi sayəsində artıq sahibsiz itlər götürülüb, zərərsizləşdirilir, müəyyən düşərgələrə aparılır ki, bu da diqqətə layiqdir. İndi insanlar küçədə, istirahat yerlərində, parkda, marketlərdə rahat hərəkət edə bilir. Sahibsiz, yiyəsiz itlər o qədər artmışdı ki, hətta bunun fəsadları o idi ki, çoxlu xəstəliklər yaranmışdı. Əsasən də gənc nəsil, uşaqlar böyük xəstəliklərə tutulurdu. Bu təşəbbüsə biz də qoşuluruq və son vaxtı nəticəni görürük ki, doğrudan da bir neçə təşəbbüs nəzərə alsaq, Oğuzda sahibsiz itlər yoxdur. Bu sahibsiz itlərlə bağlı çox problemlər çıxırdı, uşaqlara hücum eləyirdilər, yollarda ümumiyyətlə çox it gəzirdi. Biz bu itlərlə bağlı tədbirlər görməsi üçün icra başçısına xahiş etdik, müraciət etdik. Çox əlamətdar bir haldır ki, bizim xahişimizi, bizim nəzərə alaraq sahibsiz itlərlə bağlı artıq bir qərar qəbul edilmiş və onlar yollardan yığışdırılaraq mərkəzə, itlərlə bağlı mərkəzə aparılmışdır. Vətəndaşların çoxsaylı müraciətlərini nəzərə alaraq şəhər arasında xəstə, yaralı, peyvəndlənməyə ehtiyacı olan sahibsiz itlər Aidiya İctimai Birliyinin heyvanlara qayğı mərkəzinin əməkdaşları tərəfindən tutularaq sığınacaqlara yerləşdirilmişlər. Onu da qeyd edim ki, tədbirin davamı olaraq rayon arasında ayrılmış yerdə sahibsiz itlərə sığınacağın yaxın zamanlarda tikilib istifadəyə veriləcəkdir. Tədbirlər nəticəsində 150-yə yaxın sahibsiz it, xəstə, yaralı it sığınacaqlara yerləşdirilmişdir. Belə layihələrin reallaşdırılması ölkəmizdə sahibsiz küçə heyvanlarına qarşı humanist yanaşmanın göstəricisidir. Bu layihələrdə cəmiyyətin də yaxından iştirakı olduqca vacibdir. Hamılıqla heyvanların insanlara təhlükə mənbəyi olmaması və onların əziyyətsiz yaşamaları naminə çalışmalıyıq. İlkin Akifoğlu, Ceyhun Əhmədov, Nilufər Qəhrəmanova, Oğuz.